Deməli, salam aleykum dəyərli izləyicilər. Bu günləri sizə qlukometr aparatının işlətmə qaydasını göstərməyə çalışacağım. Deməli, şəkəri ölçmək üçün testerin aparata otuzdurma qaydasını burada işarəni görürsünüz. Bu işarə istiqamətində salfetka ilə silləyirsiniz. İşarə istiqamətində aparata yüngül keçir. Avtomatik yanır aparat. Yanandan sonra bu iynə vasitəsilə barmaqdan qan götürülür. Bu qaydada. Bəlkə sıxırsan barmağı, batırırsan və vurursan. Çox sadə. Bu qan 2 dəfə silib kifayət eləyir. 2 dəfə silmək. Üçüncünü qlukometrin testerinə yaxınlaşdırırsınız. Vəssalam. Bu qədər.